çox qorxunc görüntülər var. Həddindən artıq dəhşətlidir. Yəni o görüntülərə baxan insanın ağzı, dili qurumamağı mümkün deyil. Mən o görüntüləri burada verə bilməyəcəm. Kimsə baxmaq istəsə, ki mən bunu qətiyyən tövsiyə etmirəm, açıqlama hissəsinə yerləşdirəcəm. Oradan baxa bilərsiniz. Görüntülərdə də ümumən nədir? Çarəsiz bir qadındır. Qabağına da yekə-yekə kişilər yığılıb onu linç eləyirlər. Hərəsi bir tərəfdən döyür, hərəsi bir tərəfdən söyür. Biri daşla, biri nə bilim sopa ilə, hirsləri soyumur, maşınla üstündən keçirlər. Hələ bu da kifayət eləmir, ölü bədəni onları narahat eləyir, hələ üstünə bir də onu yandırırlar. Səbəbini də indi deyəcəm. Fərxundə Məlikzadə cəmi 27 yaşı var idi. Dini elmlər təhsilini bitirmişdi. Yəni kifayət qədər savadlı bir qadın idi. Ətrafındakı insanlar onu cəsarətli, sözünü deyən bir qadın kimi tanıyırdılar. Fərxundə o dövrlərdə müəllim olmaq üçün hazırlaşırdı. Amma təəssüflər olsun ki, onun istəkləri, arzuları yarımçıq qaldı. Deməli, burada məsələ nədir? Fərxundə Kabildə bir məsciddən çıxanda molla görür. Molla da muska satışı ilə məşğul olur. Muskanın nə olduğunu bilməyənlər üçün burada şəklini yerləşdirirəm. Əvvəllər bu arada mən də taxırdım. İçərisinə hər hansısa bir ayə yazılır, onu da boynunuzdan asırsınız. Güya ki, bu sizi qoruyur ya da sizi müdafiə eləyir. Fərxundə də bunu görəndə dözmür və mollaya yaxınlaşıb bu etdiyinin yanlış bir şey olduğunu deyir. Yəni sən deyir, burada insanları aldatmaqla məşğulsan. Dini tüccarlıq eləyirsən, dini satmaqla məşğulsan. Bu elədiyinin heç kimə bir faydası yoxdur. Bu əclaf molla da düşünür ki, bu qızdan necə intiqam ala bilər. Düşünür, sonra onu şərləməyə qərar verir. Cəmaatın içində uca səslə qışqıraraq deyir ki, bu Fərxundə Quran kitabını yandırdı. Bərk səslə qışqırır. Bir yazıq qızın ətrafını başlayır kişilər çevirməyə və onu vurmağa başlayırlar. O da neynəsin, uca səslə qışqırır ki, bəs belə bir şey yoxdur, mən eləməmişəm. O belə bir söz var, o yalançı elə ucadan qışqırdı ki, bağırdı ki, doğrunun bağrı çartladı. Da bizi də belə bir söz var. O bunun həyat tapmış formasıdır bu hadisə. İyi başlayır kişilər bunu vurmağa, döyməyə. Yəni mən o görüntüləri burada verə bilməyəcəm. Hərçənd ki versəm YouTube məni bloklayar. Yəni YouTube belə şey icazə verməz. Zaten siz o qızın ad soyadını Google-da axtarışa versəz o görüntüləri əldə edə bilərsiniz. Amma mən buradan yenə də deyirəm ki, tövsiyə etmirəm, baxmayın. Çünki o şəkillər, o videolara baxan insan mütləqdir ki, psixoloji bir zədə alacaq. Qızı zülm verə-verə öldürürlər. Belə deyim sizə. Sonra da bununla bağlı bir cinayət işi açılır və araşdırmalar göstərir ki, ümumiyyətlə belə bir şey olmayıb, o kişi onu şərləyib. İndi bu aydın məsələdir də. Bu boyda kişilərin hegemon olduğu bir ölkədə cılız bir qadın Quran kitabını yandırmağa cəsarət eləyə bilər? Əlbəttə yox. Görüntülərdə də məlum olur ki, polislər qıraqdan tamaşa eləməklə məşğul olurdular. Bəzi insanlar da əlində telefonla gülərək onu videoya çəkir. Məhkəmə prosesi olur, 4 nəfərə edam cəzası verilir, sonra o edam cəzası qalxır, sonra nə bilim birinə 16 il verilir. Hadisədən bir müddət keçəndən sonra da onlar sərbəst buraxılır. Yəni aydın məsələdir ki, burada ədalət bərqərar olmur. Sonrasında da Fərxundə ilə bağlı bir abidə düzəldilir. İndi keçək digər məsələyə. Yaxşı, oradakı insanlar bizə nə mesaj verməyə çalışır? İndi sən belə eləməklə İslamı xilas elədin, qurtardın. Sən bunu eləməklə nə əldə elədin? Yalnız və yalnız aqressiya yaratdın da. İndi sabah bu xəbəri oxuyan insanların içində İslama qarşı bir sevgi yaranacaq, yoxsa qəzəb? İndi bunun cavabını siz verin izləyicilər. Nə yaratdılar bu adamları? Nə əldə elədilər ki? Nə oldu bunun nəticəsində? Heç nə. Eyni zamanda bir dənə ölkə var. Bilmirəm İsveçsi, Norveçsi, indi haradısa da burada davamlı olaraq dini kitabları yandırırlar. İncili yandırırlar, Quranı Kərimi yandırırlar. İndi bilmirəm başqa hansı kitab var, onu yandırırlar. İndi sən bunu yandırmaqla nə əldə edirsən ki? Sən insanları təxribata sürükləyirsən. Deyirsən ki, mən bunu yandırım. Hansısa müsəlman gəlsin, nə bilim, xristian məni vursun, döysün. Bu mətbuatda bunların adı çıxsın ki, bunlar vandaldır. Sən başqa nə dərdin ola bilər ki? Sən o kitabın qapağı ilə, səhifələri ilə niyə hesablaşırsan ki? Onun içində yazılanlarla mübarizə apar da, onu mülahizə et. Ona rəddiyə hazırla. Zaten həmin görüntülərə baxan insan, ağlı, kamalı, düşüncəsi olan insan başa düşür ki, bu kitabı yandırmaq vandallıqdır. Vandallıqdır, bunun başqa nə adı ola bilər ki? Demirəm, müsəlmanlar ya da başqa dinin mənsubları kənardan ona baxsın, tamaşa eləsin. Yox, sərt şəkildə yeri gəlsə tənqid eləmək lazımdır. Amma
hamısı mədəni şəkildə olmalıdır. Onu vurmaqla, öldürməklə sən heç nə əldə edə bilmirsən. Sən ancaq burada aqressiya yaradırsan. Başqa heç nə. Onu baxan adam sevməyəcək, İslam'a yönəlməyəcək. Deyəcək bu nədir? Bu kitabı yandırdı, bu da getdi bunu öldürdü. Yəni burada yalnız aqressiya yaratmış olursan. Başqa da heç nə. İndi bu mənim fikirlərimdir, mənim düşüncələrimdir. İndi Fərxunda məsələsi bizim bildiyimiz bir hekayədir. Hələ hekayəsini bilmədiyimiz nə qədər hadisələr olur. Mən xarici medianı tez-tez izləyirəm. Qabağıma belə bir şəkil çıxdı və mən çox narahat oldum bu xəbərdən. Bir dənə nənə ilə bir dənə qız şəkildə də baxın əllə tutuşublar. Qorxudan da birlikdən güc alırlar. 3 dənə də İsrail əskəridir, gülərək şəkil çəkdirirlər. Xəbər səhifələri paylaşır ki, onların aqibəti nə oldu? Heç kim bilmir. O bizim bir dənə kinomuz var. O deyir biz torpaq davası eləyirik, arvad davası yox. Ona görə gərək adamın düşməni də kişi kimi mübarizə aparsın, mərd şəkildə mübarizə alsın. Yəni düşmənin də mərdi məqbuldur da. Hərdən indi oturub fikirləşirəm, deyirəm yəni nə yaxşı bu dünya dağılmır da. Bu qədər haqsızlıqlar olur, bu qədər ədalətsizliklər olur. Bu nəyə gözləyir? Yəni bu dünya niyə dağılmır ki? Yaxşılıq eləyən qiymətini alsın, pislik eləyən də cəzasını çəksin də. Nəyə gözləyir? Görəsən mən onu vallah fikirləşirəm. Fələstində nələr olur? Sudanda nələr olur? Nə qədər insan günahsız yerə öldürülür? Sudanda mən bir video paylaşmışdım. Ümumiyyətlə Azərbaycanda orada gedən proseslərlə bağlı video çəkən, paylaşan mən kimsəni görmədim. Bir anadır. Düşünün, 2 dənə az yaşlı övladı ilə ağacdan asmışdılar. Üçünü də bir yerdə. Mən ondan daha dəhşətli bir şey görməmişəm. Onu eləyən də Sudanlı deyə, onu eləyən də o millətin nümayəndəsidir, eyni millətdir, eyni qanı daşıyırlar, eyni adı, soyadı daşıyırlar. İnsan da öz millətinə bunu eləyərmi? Bu nədir bu? Nə düşmənçilikdir? Adam inana bilmir. Gedir məsələ nə qədər orada uşaqları zorlayıblar. Sudandan söhbət gedir. Biz buranı işğal eləmişik, onlar hamısı bizimdir. O sənin insanın deyil bu. Bir yerdə çörək kəsdiyin, bir yerdə böyüdüyün, bir yerin suyunu içdiyin, bir yerin havasını aldığın insanlardır. Bu necə bu insanları bu qədər manipulyasiya eləyiblər axı? Bir-birinə bu qədər düşmən olub. Eyni adamlar. İnana bilmirəm, heyrətə gəlirəm. İndi hələ bu bizim bildiyimiz xəbərlərdir da. Gör bizim bilmədiyimiz dünyada nələr olur. Bilmirəm nəyə gözləyirlər. Bu dünya niyə dağılmır? Onu bu dəqiqə mən maraqlanıram. Özünüz də görürsüz ki, gözlərim axır, çox yorulmuşam. Bu gün çox işlədim. Xeyli yorulmuşam, amma nə bilim içimdən o mövzu haqqında danışmaq istəyirəm da. Deyir, nə qədər yorğun olursan ol, mənə maraqlı deyil. Mən səni qoymayacağam yatmağa. Otur bununla bağlı bir video çək. Sağ olsun insanlar da videolarıma maraqlı şərhlər yazırlar ki, bəs biz sənin çıxışlarını bəyənirik. Davam elə falan filan. Onlardan ötəri mən bu videonu hazırlayıram. Mənə bir də yazırlar ki, sənə qarşı sevgim var idi, simpatiyam var idi, amma bu videoda falan sözü işlətmisən. Ondan sonra mən səni izləmədən çıxartdım. Ya mən səni artıq sevmirəm, ya gözümdən düşdün, nə bilim nə. Biri deyir gözümdə qalxdın, biri deyir gözümdə düşdün. Biri deyir hörmətin artdı, biri deyir hörmətin azaldı. Qalmışam bu belə əsir yesir. Mənə deyir ki, Məmməd kimi yaşa, Məmməd kimi düşün, Məmməd kimi otur, Məmməd kimi ye. Qardaş olmaq istəmirəm da. Mənim onda Məmməddən nə fərqim qaldı? Yəni sənlə mən gərək eyni düşüncəni paylaşaq ki, məni sevəsən, məni istəyəsən. Olmur axı o. Onda həyatın nə ləzzəti qaldı? Mənə maraqlı gəlir ki, kimsə məni tənqid eləsin. Mənim sözlərimlə razılaşan insan yox, məni tənqid edən insan mənə daha maraqlı gəlir. Nəinki məni sevən. Deyirəm, o da mənim ağıldadır da, o da mənim kimi düşünür. Tənqid edən adam maraqlıdır ki, görüm bu nə deyir, mənim fikirlərimə qarşı hansı cavab irəli gətirir. Mənə o maraqlı gəlir. Yəni bu videoda xeyli məsələlərin üstündən keçdim. Açığı kifayət qədər doluyam. Bu ədalətsizliklərə qarşı, bu pisliklərə qarşı nə qədər danışsam da bu fayda verməyəcək, amma yenə də nə bilim danışmaq istədim, söhbət eləmək istədim sizdən. Ümid edirəm ki, bir gün ədalət bərqərar olar. Bu pislikləri edən insanlar şiddətli bir şəkildə cəzalandırılar. Başqa nə deyim? Deyəcək söz də qalmayıb artıq. Oldu, hörmətli izləyicilər, təşəkkür edirəm. Mən də çox yorulmuşam. Gedim yıxılım yatım. Siz də bu mövzu ilə bağlı nə fikirləşirsiniz, nə düşünürsüz? Fikirlərinizi yazın. Sağ olun, salamat qalın.